Allah cəmi şəhidlərimizə rəhmət eləsin. 22 may 2026-cı il tarixdə dəfn olunmuş və bu günə qədər 32 il artıq zaman keçir. 32 il itkin sayılan şəhid Rəşadət Əli Piriyevin məzarı üstündəyik. Qeyd edim ki, bu məkan Yenidaş kənd məzarlığıdır. Bərdə rayonunun Yenidaş kənd kəndi və bu cərgədə də onlarla şəhidimiz uyuyur. Hər birinin ruhu şad olsun. Və bu günləri qeyd etdiyim kimi şəhid Rəşadət Piriyev 30 ildən sonra dövlətimiz tərəfindən axtarışla tapılaraq nəşi torpağa tapşırıldı. Hansı ki o torpaq uğrunda canını fəda etmişdi. Və bu anda şəhid Rəşadət Piriyevin sinif yoldaşları, dostları onun məzarı başındadır. Allah hər birindən razı olsun. Yəqin ki, xatirələri olacaq, fikirlərini söyləyəcəklər. Bu mənada qeyd edək ki, bu ana qədər Rəşadət Piriyevlə bağlı deməli kitablar da nəşr olunub. Rəşadət Piriyevlə bağlı sənətli filmlər də çəkilib. Bu haqda isə məlumatı mən elə bizim değerli oğlumuz Araz Yaquboğlu'dan çalışacağım ki Allah'ım hem xatirələrini hem bu fikirlərini. Allah rəhmət eləsin, şəhidimizə ruhu şad olsun və dostları dinləyək. Rəşadət Piriyev bizim sinif yoldaşımızdır. Bizlərə burada ətrafındayıq. Əslində dəfində uşaqların çoxu iştirak edirdi, sinif yoldaşlarımızın. İndi biz bir neçə saatdan sonra biz də gəldik bura. Ruhu şad olsun, məkanı cənnət olsun. Rəşadətlə bağlı xatirələr çoxdur. 2023-cü ildə də deməli 50 illik yubileyi keçirildi 1 oktyabr tarixdə və həqiqətən də çox təntənəli keçirildi. Rayondan, Bakıdan, kənd ictimaiyyəti hamı iştirak edirdi və özümün təşəbbüsümlə, özümün ürəyimdən gələn bir fikrim var idi ki, istəyirdim Rəşadət haqqında onun döyüşçü yoldaşlarını, sinif yoldaşlarını danışdırım. Onun haqqında indiyə kimi çap olunan materialları toplayım, şəkillərindən ibarət bir kitab hazırlayım və o kitabı ərsəyə gətirdik, çap elədik və yubileyində də hər kəsə də payladıq. Çox sağ olsun, ailəsi də bizə yaxından dəstək oldular, məlumatların çatdırılmasında və digər məsələlərdə. Rəşadət həqiqətən elə adı kimi rəşadətli olan olubdur. Mən hesab edirəm ki, bu ad da təsadüfi verilməyibdir. Sanki onun valideynləri də düşünürmüş ki, bu belə bir rəşadətli oğlan olacaqdı, ona elə Rəşadət adını qoyublar. Orada mən belə bir cümlə də işlətmişdim, hətta onu kitabın cildinə də salmışdım ki, əziz sinif yoldaşım Rəşadət, sən döyüşlərdə öz qəhrəmanlığınla rəşadət göstərib, öz Rəşadət adını təsdiqlədin. Həqiqətən də sən rəşadətli Rəşadət oldun. Və kitabın da adını elə qoymuşduq. Elmir də, Murad da öz xatirələrini danışıblar, orada vermişik hamısını, Rəşadətli Rəşadət. Dünənləri sinif yoldaşımız Mətanət, elə biz bir yerdə gəlirdik, onun yoldaşı Əbülfətlə, mənə dedi ki, Narad, mən o vaxt xatirə dəftəri tutmuşdum, sinif yoldaşlarımız hamısı orada öz ürək sözlərini yazmışdılar. Orada Rəşadətin də qeydləri var. Akşam evə çatandan sonra mənə çəkdi, onun şəklini göndərdi. Baxıram ki, Rəşadət orada yazır ki, ən xoşuma gələn gül qərənfildir. Yəni, indi fikir verin. Hələ biz orta məktəbdə oxuyanda Rəşadət düşünür ki, mənim ən xoşuma gələn gül qərənfildir. Və qərənfil də şəhidliyin rəmzidir. Bugün, yəni şəhidləri qərənfilsiz təsəvvür etmək mümkün deyil. Qərənfil adı gələndə şəhid yada düşür, şəhid adı çəkiləndə ilk öncə qərənfil yada düşür ki, onları məzar üzərinə qoyulmağa ən yaxşı gül elə qərənfildir. Görünür ki, özünün, ailəsinin bilirlərmiş ki, bu belə bir oğlan olacaqdır və belə bir döyüşçü olacaqdır. Və mən onun döyüşçü yoldaşlarını danışdırmışam. Moskvadan belə, Bərdədən belə, Bakıdan, Gəncədən belə
hamısı çox sevə-sevə onun haqqında danışıblar. Misal üçün Moskvada yaşayan İnqilab deyirdi ki, Rəşadət batalyonda seçilirdi. Nəyə görə? Yəni o zaman bilirsiniz də 92-ci il, 93-cü il, 94-cü ildə ordumuz indiki kimi səlqə səhmanlı deyildi, qarışıqlıq var idi. Hərəsi belə deyək də, hərə bir paltar geyinirdi. Hətta biri krasovkada gedirdi, biri nə bilim ev paltarında gedirdi belə. Amma Rəşadətə deyir, biz xüsusi balət eləyirdik ki, bu adam nə qədər səliqəli geyinir, başına bresko qoyur, ondan sonra bu boynunda deyir, paçkası həmişə tərtəmiz. Patinkasına deyir, biz baxırdıq, onu hər gün təmizləyirdi, hər gün mazlayırdı. İndi onun bir şəkili var, kresloda oturub Bərdədə o məişət evində çəkildiyi şəkil və dönə-dönə də o şəkilə biz həmişə baxırıq. Həqiqətən də elə şəkildə də görünür ki, geyimi həmişə səliqəli, patinkası, çəkməsi, ondan sonra əynindəki hərbi paltarı və komandiri Gəray müəllim də həmişə deyirdi ki, onun da xatirələrini vermişəm kitabda, deyir ki, demək, Rəşadəti biz hansı əməliyyata göndərmişiksə, deyir, əvvəla təklif eləyirdik ki, bu əməliyyata kim gedir? Həmişə deyir, Rəşadət orada var idi. O digərlərindən fərqli olaraq, Rəşadət həmişə orada var idi ki, mən gedərəm. Yəni, indi bir neçə nəfər də ona qoşulurdu, gedir. Heç vaxt, heç bir əməliyyatdan imtina eləməyirdi. Yəni, bunların hamısı səmimi deyilən sözlərdir. Yəni, hətta Rəşadət bilirsiniz ki, Ağdam cəbhəsində yaralanıbdır. Demək, rəhmətli Nəzərov Eldənizin şəhid olandan 2 gün qabaq. Onu da mənə göndərdi. Hətta hər gün o xatı yazırmış, qeydlər götürülmüş. Mənə çəkib göndərdi, özümdə də var. Rəşadətin yaralandığı tarix. Avqust ayının 21-də yaralanıbdır Ağdam cəbhəsində. Və hətta həmin yaralara görə, yəni kifayət qədər ağır yaralar olduğuna görə ordudan da tərxis olunubdur. Amma Rəşadət eşidəndə ki, Bərdə batalyonu 2-ci Murovdağ əməliyyatına hazırlaşır və gedirlər. Hətta Göygöl rayonunda toplanırlar. Onda, Soğanada bəli. Onda Rəşadət özü könüllü olaraq gedir ki, mənim qardaşlarım o döyüşü gedirsə, mən də gedirəm. Mən elə əmin vaxt görüşmüşdüm. Bax, Əlxan Dağinin evinin Bəli, o yaralı olanda danışmışam, orada danışdım. Sarıqlıydı, dedi, mən nəyə gedirsən? Yəni, Rəşadət həmişə, eləcə də digər şəhidlərimiz, bilirsiniz ki, bizim sinifimizdən 6 şəhid olubdur və bəlkə də Azərbaycanda elə bir sinif yoxdur ki, bir sinifdən 6 şəhid olsun. Onlardan 3-ü itkin idi, Meyti, Ziya və Rəşadət. Çox şükürlər olsun bu günə ki, Rəşadət tapıldı və dəfn olundu doğulduğu torpaqda. İnşallah ki, Meyti də, Rəşadət də, Ziya da, Meyti də tapılar və onlar da bax, bu qəbristanlığımızda dəfn olurlar. Yəni, bugünkü günə ancaq şükür eləyə bilərik. Bugün, yəni, qəmli olsa da, amma həm də sevindiricidir. Yəni, belə, həmişə də yaddaşımızda olacaq, həmişə xatırlanacaq, doğum günündə, anım günündə, dəfn günündə, yəni, şəhidlər unudulmaz, heç nə. Bu qədər, çox sağ olun. Allah rəhmət eləsin Araz Yaquboğlu. Təşəkkürlər həqiqətən də. Xatirələrinizi əlavə yenə də dinləyəcəm dostlardan. Buyurun, buyurun. Deməli, burada Murad iştirak edib, bir daha qeyd edim, Elçindir, sinif yoldaşı olaraq, Hidayətdir, Elmirdir, Ana Rəsədov elə oğlu olaraq buradadır, sağ olsun Bakıdan bu günləri ziyarətə gəlib, dəfində iştirak eləmək üçün və eyni zamanda Amil Abbas sinif yoldaşlar. Buyurun, ardıcıl dinlərik. Allah hamınızın keçənlərinizə rəhmət eləsin. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Şəhid haqqında danışmaq çox qürur verici bir hissdir. Şəhidin haqqında saatlarla danışmaq olar. Təsəvvür eləyin də burada hamımızı kəsir, oğluna qıralar, sinif yoldaşı. Rəşadətin haqqında lafda təsəvvür eləyin, 5 yaş, 6 yaşından yeriyə biləndən biz bir yerdə olan insanlar. Rəşadətin hər şeyini, hər xasiyyətini, bütün hərəkətlər, hamısı bugünkü kimi yadımızda, lenta kimi. Elə bil, onun bütün demək olar ki, həyatını biz bilirik, tanıyırıq. Onun sinif, il bir sinifdə oxumuşuq, uşaqlığımız bir yerdə keçir.
İndi başqa cəbhələrdə döyüşsək də, yəni həmişə xoş sədası gəlir. Həmişə qoçaqlığından, igidliyindən danışılır. Heç biz, məsəl üçün deyirəm, qohum kimi, sinif yoldaş kimi demirik, komandirləri, öz yoldaşları Rəşadət haqqında belə ürəklə geniş danışırdılar. Yəni cəsurluğundan, qorxmazlığından, igidliyindən dəfələrlə söhbətə düşmüşük. Heç hələ sağ ikən onun o haqqında danışırdılar ki, məsələn, komandirlə yan-bayan həmişə döyüşlərin hamısında iştirak edir. Belə indi Araz Xaloğlu hamısını dəqiq dedi. Allah bir daha rəhmət eləsin. Uşaqlığımızda çox həm nadinci idi, həm mehriban idi. Deməli, Murat Zat indi bir yığılır da versin, hamı təşkil edir, uşaqlar cavan vaxtını öldür. Mənim bir dəfə gitmişəm bunlardayam, biz dayı olmama oluyor. Dedi ki, burada bir şey yapmışam, gəl buna bir yumruqladığını deyişəm, belə. Məni Allah'tı, zadın içine o kuruş verdi, cana o vaxtı. Kolxozda çoğundur əkilim, onu qoy, o da daş gibi şeydi, qaradaşdan o qədər yox. Vurdum, əlimiz adını patladı. Məni Allah, ondan da gülə qaçdı. Görürsən, deyirsən, beləyəm. Hə, bax bu adamda Son vaxtlarda idman edir. İdman eləyirdi, çox gözəl da elə, həmin vaxt gənə idman edir. Allah rəhmət eləsin. Eləsin bir daha, Allah səbir versin qardaşlarına, bacılarına, elimizə, qulağımıza səbir versin. Amin, Bütün amin. şəhidlərimiz Allah rəhmət. Sinif yoldaşları biraz səbr eləsin. Anar Əsədov, kəndinə həmişə xoş məqamlara gələsən və böyük hörmətli şəhidimizə Bakı şəhərindən bugün onun dəfnində iştirak etmək üçün gəldim. Sənin də fikirlərini dinləyəcəm. Allah rəhmət eləsin. Hayır. Kaş ki sağ gələr. Vətən uğrunda can qurban verib və bəlkə də son saatlarını belə deyək də döyüş yoldaşlarının söylədiklərinə əsasən baxırıq ki, bu adamlar bununla bərabər silahdaşları bəlkə də istəsələr geri çəkilib yaşaya bilərdilər. Amma vətən üçün, torpaq üçün, dövlət üçün onlar ölmə gediblər. Ruhları şad olsun. Amil, buyur, fikrini dinləyə bilərik. Rəşadətlə biz həm bu qonşu, həm də sinif yoldaşı olmuşuq. Həm də əskəriyə bir gündə getmişik. Elə moment oldu ki, o başqa hərbiyə düşdü, biz də başqa hərbiyə düşdük. Nəsə, Allah Rəşadət Peyevə rəhmət eləsin. Allah yenə şükür ki, itkin olmağına baxmayaraq gəldi. Təbii ki, nəşrin tapılması da bir, təbii. Allah o diləsə versin, daha nə deyə bilər? Allah rəhmət eləsin və hidayət. Allah rəhmət eləsin. Yeri cənnət olsun. Rəşadət Hüseyin yoldaşımız olsun. Çox gözəl qardaş olsun. Qismət də buymuş. Yeri cənnət eləsin. Amin. Elçin. Güneşi tapılır. Amin Elçin buyur. Allah rəhmət eləsin. Bütün şəhidlərimiz Allah rəhmət eləsin. Amin. Allah bugün de şükür ki tapıldı. Gözləri yolda qalmadı ki, sən bu itkin düşür. Çox şükür Allah'ın bugün. Amin. Allah kendine rəhmət eləsin. Allah bütün şəhidlərin hamısına rəhmət eləsin. Amin. Murat. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Rəşadət, həm biz 12 sinifdə oxumuşuq, burada olmayanlar da var. 6'sı şəhid olur, bir neçəsi sonradan dünyasını dəyişib sinif yoldaşlarımızın. Allah hamısına rəhmət eləsin. Demək, bizdə müəllimlərimiz var idi, Allah rəhmət eləsin. İbrahim Əsədov, bir Allah də rəhmət eləsin. Ələddin müəllim. Bu həmişə bizə baxardı, bu müəllimlər. Elmir idi, mən idim. Mən belə yüzsəli uşaqlar idik. Biz də uşaqlıqdan idman nazırı məşğul olduq. Marağımız da çox idi idmana. Kənd uşağında da biraz güc çox olur. Belə havası təmiz olur. O cəhətdən rəhmətli İbrahim müəllim də, Ələddin müəllim də bizə deyildi ki, sizdən yaxşı hərbiçi çıxar. Ya polis, ya hərbiçi. Bizdə hərbiçi olmaq istəyirdik. Hətta biz rəhmətli Ziya, iki şəhidimiz də da, sinif yoldaşımız, Aqil, mən, Rəşadət özü, biz hərbiyə də sənət verdik. Sonra bilmirəm nə səbəb oldu, Rəşadət bizdən getmədi Bakı imtahanı, amma biz getdik, qəbul olduq. Sonra 90-cı ilin pis vaxtları idi. Bizə Özbəkistandan gəldi, mən Araz Yaquboğlu'nun və bizə biz gedib orada oxuya bilmədik. Məktub gec gəldi bizə, çağırış.
Və o vaxtda bu vaxt öyleydi, hər gün samolyot geçsin, nə bilim şərait olsun, gedə bilmədik, yoxlaya bilmədik. Və sonra biz başladıq, getdik. Ağdamın Əlağalı kəndi var idi. Əlağalı kənd, indi də var. Onunla Sırxavəndin arasında Dovşanlı Vəngindən bizim Azərbaycanlıları, ermənilər, bu mənfur ermənilər qovalamışdı və biz onlara orada şəhərcik salıq. Bərdədən, PMK-dan mən oğlum, Allah rəhmət eləsin, Məzahir kəndi. Orada prorab işləyirdi. Və biz ondan xahiş elədik, uşaq olmağı qorxmayaraq, daha önce məktəbə qəbul olmadıq, əskər aparın bunları, istiri dağıldı, biz getdik orada işlədik. Orada bir epizod oldu. Ermənilər tərəfindən Ruslar bir dənə BMP ilə o Əlağalı kəndinə hücum çəkdi. Onun da səbəbi o idi ki, bunların mal heyvanı onların güyaki sahəsinə düşür. Erməninin sahəsi yox idi ki, bu Azərbaycan sahəsi idi. Azərbaycan torpağıdır. Demək orada onlar BMP ilə gəldi, bir BMP, 2 dənə də BTR idi. İndi 91-ci ildir, yadımda qalan budur. Onlar rəşadətlə mən də orada. Dərdədən bir neçə PMK, Ağcabədi, rayonlarına gelib orada şəhərci salırdıq. Hətta orada rəşadət çox hissləndi. Ona dedi ki, fikir belə, erməniyə bax ki, Rus bunlara kömək eləyir. Bunlar silahla gəlir bizim üstümüzə, bizi də əliyə alır. Yəni, hücum çəkdilər. O vaxtdan elə bir ki, o insanda nifrət var idi. Onsuz da erməni nifrət var idi. Bir daha da elə bir ki, onda elə bir ki, çox özünü büruzə verirdi. Və vaxt elə gəldi ki, biz Azərbaycanın birinci əskəri biz olduq. 73 təvəllüdlər. Demək, biz getdik Biləcəridə, biz kətdən 8 nəfər getdik. Biz 7-miz bir yerə düşdük. Bu rəhmətlik başqa yerə düşdü. İndi bilmirəm, familiya ilə düz gəlmədi, hər nə ilə düz gəlmədi. Bu zil 131 də bizim bu Mansurov Hidayət də dedi ki, düş bəri, bizlə gedək. O da dedi ki, yox. O sonradan bildik ki, biz gedib Şixovda Ensaylı hərbi istiyə düşübdü. Elə oradan da getdi döyüşlərə, sonra yaralandı, sonra Bərdə batalyonuna getdi. Allah rəhmət eləsin, elə axır döyüşdə Kəlbəcər oldu. Yəni Allah cəmşəhidlərimizə rəhmət eləsin, gün o gün olsun ki, o itkin şəhidlərin hamısı tapılsın, gözü yolda qalan o valideynləri, yaxınları, dostları, nə bilim, istəyənləri hamısı tapılsın, onların gözləri yollardan yığılsın və Allah hər kimdə ki, bu işdə kömək olur, dövlət səviyyəsində, nə bilim, insanlıq səviyyəsində bu işə hər kim kömək edirsə, bu özü bir balaca bir şey deyil, get dağlarda 33 ildən sonra, 34 ildən sonra, bəli, elə bir ki, orada biz qaranlıqda elə bir ki, iğnə ilə, nə bilim, o köhnələn bir şey var, nəsə axtar. Bu həmən şeylərdir. Yəni o cəhətdən onların da Allah hamısından razı olsun, Allah kömək olsun. Dövlət səviyyəsində hər kimin burada başda ali baş komandan olmasından Allah hamısına kömək olsun ki, yəni ki, bu şəraiti yaradır. Bu şəraitlə də insanların gözləri yollardan yığılır. Gün o gün olsun sinif yoldaşlarımızdan, Ziyadan, Mehdidə və ümumi bir neçə mindir bilmirəm nədir. Onlar da tapılsın, bu şəhidlərimiz torpaqda dəfn olsun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah rəşadət sana rəhmət eləsin. Amin. Amin. Mütalif Əzim. Elin sənətkarı, buyur sən də igidimizlə bağlı fikrini. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Bugün hamı çox əziyyət çəkir. Allah xoşlar olsun. Nə qədər itkinlərimiz var. Allah qismət eləsin ki, onlar da torpağa qovuşsun. Onları da belə ziyarət eləyək. Hər birimiz şəhidlərimizin qarşısında baş əyirik. Onlara borcumuz var, bir boyun borcumuz. Bugünkü bu xoş günü, bu azad günü bizə yaşatmaqlarında onların səbəbi, onların və vasitəsilə biz görürük bu günləri. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Allah hər birinin qapısında bu gündən sonra xeyir işlər qismət eləsin. Cəmi şəhidlərimiz var olsunlar ki, onlar bu günü bizə yaşadırlar. Hər bir zaman qəlbimizdədirlər, ürəyimizdədirlər. Allah şəhidlərimizə rəhmət eləsin. Amin, amin, amin. Bu günləri bu izdihamı gördünüz də. Yəni şəhidimizin Rəşadət Piriyevin dəfninin izdihamını gördünüz. Bu günləri demək olar ki, Azərbaycanın bir çox bölgələrindən burada insanlar vardı. Bu günləri bəlkə də burada bilmirəm 4000, 5000 daha çox insan vardı. Yəni bu məzarlıq tutmurdu insanları. Bu da şəhidlərimizə olan böyük hörmətdən, ehtiramdan idi. Yəni belə bir şəhidin, belə bir qəhrəmanın sinif yoldaşı olmaq, dostu olmaq özü də bir fəxarətdir. Bu mənada var olun, sizləri də dost olaraq alqışlayıram. Şürə müəllim deyirdi ki, vətənə keşik çəkib oyaq olmamısansa, düşməni susturacaq yaraq olmamısansa,
El obaya dar günde dayak olmamsansa, elin üstüne qaygın, azarın niye düşsün? Bir qəlbi isitməyin odun közün yoxdursa, quru təsəlli üçün şirin sözün yoxdursa, bu torpağın üstündə əgər izin yoxdursa, bu torpağın qoynuna məzarın niyə düşsün? Məzarımızın da bir vətəndaş olaraq bu torpağa düşməsi üçün bizim vətən qarşısında borcumuz vətənə xidmətdir. Vətən üçün lazım gələndə ölməkdir, şəhid olmaqdır. Bu mənada haqqın böyükdür bu torpaqda yatmaqda şəhidimiz, şəhid Rəşadət Piriyev. Eləcə də bax bu sırada dayanan bütün şəhidlərimiz. Hər birinə Allah rəhmət eləsin. Bəli, haqqımız olmalıdır bu torpağa dəfn olunmağımız üçün. Bu torpağı sevməliyik, bu torpaq vətəndir, bu torpaq bizim ana yurdumuzdur və bu ana yurdumuz üçün şəhid olan Rəşadət Piriyevin və onun silahdaşlarının, bu şəhidlərin hər birinin ruhu önündə, ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin şəhidlərimizə. Cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Onların sayəsində bu günlərin qürur hissindən gedib torpaqlarımızda gəzirik. Allah rəhmət eləsin. Saxlayacaq. Yox.